Bizim bugünkü mövzumuz leksikologiya ilə bağlı olan mövzudur. Deməli, Azərbaycan dilində 125 mindən artıq söz var. Azərbaycan dilində 125 mindən artıq söz var. Və həmin bu 125 mindən artıq söz cəmləşib dilimizin lüğət tərkibində. Lüğət tərkibi. Deməli, Azərbaycan dilində 125 mindən artıq söz var və həmin 125 mindən artıq söz dilimizin lüğət tərkibində cəmləşib. Lüğət tərkibinin digər adı adlanır leksika. Yəni dilimizdəki 125 mindən artıq sözümüz leksikada cəmləşib. İndi dilin lüğət tərkibini, yəni leksikasını öyrənən elm sahəsi isə adlanır leksikologiya. Yəni leksikologiya, Azərbaycan dilində 125 mindən artıq söz var. Həmin 125 mindən artıq söz cəmləşib dilin lüğət tərkibində, yəni leksikasında və həmin lüğət tərkibini, yəni leksikasını öyrənən elm sahəsi adlanır leksikologiya. Onda belə çıxır ki, leksikologiya dilimizdəki 125 mindən artıq sözü öyrənir. Elə buna görə leksikologiyanın hərfi mənası lexikos söz, logos elm deməkdir. Yəni leksikologiya söz haqqında elm deməkdir. Söz haqqında elm deməkdir. Yəni leksikologiyanın hərfi mənası budur. İkincisi, leksika, deməli, sözün leksik mənası dedikdə nə başa düşülür? Əvvəlcə onunla bağlı məlumat verim. Sözün leksik mənası dedikdə nə başa düşülür? Sözün birbaşa ifadə etdiyi məna, sözün birbaşa ifadə etdiyi, birbaşa ifadə etdiyi məna onun leksik mənasıdır. Leksik mənasıdır. Yəni sözü deyəndə birinci hansı məna nəzərdə tutulursa, birbaşa hansı məna nəzərdə tutulursa, məhz həmin onun leksik mənası hesab olunur. Yaxşı. Məsələn, belə deyim də, ümumiyyətlə. Məsələn, qapı deyirəm, birbaşa beynimə hansı gəlirsə, hansı fikir gəlirsə, hansı anlayış, hansı məfhum gəlirsə, onun leksik mənasıdır. Ona görə deyilir, sözün birbaşa ifadə etdiyi məna. Yəni, birinci hansı məna ifadə edirsə, məhz onun leksik mənası hesab olunur. Yaxşı, sözün leksik mənasını tapmaq üçün bəzi şərtlər var. Bunlara gəlin baxın. Birinci, sözün leksik mənasını tapmaq üçün həmin sözün məzmununu izah eləmək lazımdır. Məzmunun izah etmək lazımdır. İkincisi, həmin sözə yaxın mənalı söz seçmək lazımdır. Üçüncüsü, həmin sözə əks mənalı söz seçmək lazımdır. Dördüncüsü, əgər həmin söz düzəltmədirsə, yaxud mürəkkəbdirsə, həmin sözü hissələrə ayırmaq lazımdır. Yəni, sözün leksik mənasını tapmaq üçün, baxın, bu 4 şərtdən hər hansı birini yerinə yetirsəm, elə həmin sözün leksik mənasını tapmış hesab olunuram. Əvvəlcə gəlin görəyin, sözün məzmununu izah etməklə leksik mənasını tapmaq nə deməkdir? Məsələn, qapı sözünün biz leksik mənasını tapırıq. Qapı sözünün leksik mənasını tapmaq üçün həmin qapı sözünün mən məzmunun izah eləyəcəm. Qapı, yəni anlayışım, məfhumun o məzmunu izah eləyəcəm. Yəni məzmun nədir? Sözün məzmununu izah etmək bir üstünədir. Həmin söz nədən ibarətdir? Həmin əşya, həmin məfhum nədən ibarətdir və hansı işi yerinə yetirir? Elə mən həmin məfhum, həmin əşya
nədən ibarətdir və hansı işi yerinə yetirir? Bunu deməklə əslində həmin sözü mən məzmununu izah edirəm. Məsələn, qapı nədən ibarətdir? Nədən hazırlanır? Taxtadan, dəmirdən, sonra plastikdən hazırlanmış, dəstəyi olan insanların hər hansı bir otağa daxil olub çıxması üçün istifadə etdiyi bir əşyadır. Fikir verin, nədən ibarət olduğunu dedim. Taxtadan, dəmirdən, plastikdən hazırlanır, dəstəyi olur. Və hansı iş yerinə yetirir? İnsanlar hər hansı bir otağa daxil olub çıxması üçün istifadə etdiyi bir əşyadır. Deməli, o nədən ibarət və hansı iş yerinə yetirir? Bunu izah eləməkdən əslində mən həmin sözün məzmununu izah elədim. Və beləliklə mən həmin sözün leksik mənasını tapdım. Yaxud götürürük stul. Aha. Yaxud götürürük stul. Düzdür, stul. İndi mən stul sözü nədən ibarətdir onu izah edeyim. Stul, baxın, nədən ibarətdir və hansı iş yerinə yetirir? Bunu izah eləməkdə mən onun leksik mənasını tapıram. Stul, o da taxtadan hazırlanır. Salam. Taxtadan hazırlanır, dəmirdən hazırlanır, plastikdən hazırlanır. Eyni zamanda söykənəcək və oturacaq yeri var və insanların əyləşməsi üçün istifadə etdiyi bir əşyadır. Fikir verin, nədən ibarətdir? Taxtadan, dəmirdən, plastikdən hazırlanır. Və oturacaq, söykənəcək yeri var. Bax, nədən ibarət olduğunu dedim. Hansı iş yerinə yetirir? İnsanların əyləşməsi üçün istifadə etdiyi bir əşyadır. Fikir verin, nədən ibarətdir və hansı iş yerinə yetirir deməklə mən əslində onun məzmununu izah elədim. Və beləliklə onun leksik mənasını tapdım. Deməli, sözün leksik mənasını tapmaqla, sözün leksik mənasını məzmununu izah etməklə leksik mənasını tapmaq deyəndə sözün leksik mənasını, yəni məzmun izah etməklə leksik mənasını tapmaq deyəndə məhz bu nəzərdə tutulur. Hər hansı bir başqa bir dənə nümunə deyək. Baxın, kitab. Kitab sözünün leksik mənasını necə tapa bilərik? Məzmun izah eləməklə tapacaq. Məsələn, ağacın yonulmuşundan, baxın, nədən ibarətdir, onu deyirəm əvvəlcə. Məzmununu izah eləyəndə nədən ibarət olduğunu deyirik. Ağacın yonulmuşundan hazırlanmış, içərisində müxtəlif məlumatların cəmləşdiyi, insanların oxuması üçün istifadə etdiyi bir əşyadır. Fikir verin, nədən ibarət olduğunu dedim. Ağacın yonulmuşundan hazırlanıb, içərisində müxtəlif məlumatlar cəmləşib. Nədən ibarət olduğunu dedim. Hansı iş yerinə yetirir? İnsanların oxuması üçün istifadə etdiyi bir əşyadır. Həm də hansı iş yerinə yetirir onu dedim. Deməli, beləliklə mən onun məzmununu izah elədim, yəni onun leksik mənasını tapdım. Deməli, sözün məzmununu izah etməklə leksik mənasını tapmaq dedikdə məhz bu nəzərdə tutulur. Yaxşı, və bir də bir şey deyim, sözün leksik mənasını tapmaq üçün baxın, bu 4 şərti yerinə yetirir. 4 şərtdən hər hansı birini yerinə yetirsəm, elə onun leksik mənasını tapıram da. Yəni, məzmun izah etmək, yaxın məna söz seçmək, əks məna söz seçmək, düzəltmə mürəkkəbidir, hissələr ayırmaq. Bunlar içərisində sözün leksik mənasını tapmaq üçün ən çox istifadə olunanı məzmununu izah etməklə leksik mənasını tapmaq, deməli, ən çox ondan istifadə olunur. Yəni, sözün məzmununu izah etməklə leksik mənasını tapmaq, ən çox bundan istifadə olunur sözün leksik mənasını tapanda. Yaxud da sözə yaxın mənalı söz seçməklə də onun leksik mənasını tapa bilərəm. Məsələn, bizə böyük sözün verir. Deyir, onun leksik mənasını tap. Mən yazıram ki, iri sözünə sinonimdir. Sinonimdir. Fikir verdiniz? Mən götürdüm böyük sözünə sinonim tapdım. İri sözü. Düzdür? Mən əslində böyük sözünün sinonimini tapmaqla böyük sözünün leksik mənasını izah elədim. Yəni, sözə yaxın mənalı söz seçməklə də onun leksik mənasını tapmaq olar. Yaxud da sözə əks mənalı söz seçməkdən də onun leksik mənasını tapa bilərəm. Yenə də yazıram, böyük sözünə bizə deyir leksik mənasını tap. Ona əks mənalı söz seçirəm. Kiçik sözünə antonimdir. Yəni, ona əks mənalı söz seçməkdən də onun leksik mənasını tapıram. Deməli, fikir verin. Sözə yaxın mənalı, yaxud da əks mənalı söz seçməklə əslində həmin sözün mən leksik mənasını tapmış oluram. Bəs düzəltmə mürəkkəb sözləri necə? Baxın, düzəltmə və mürəkkəb sözlərin leksik mənasını tapmaq üçün həmin düzəltmə mürəkkəb sözləri hissələrə ayırmaq lazımdır, hissələrə. Və hissələrə ayırıb leksik mənasını tapmaq lazımdır. Baxın,
Yəni deyirəm, düzəltmə mürəkkəb sözlərin leksik mənasını tapmaq üçün onu hissələrə ayırıb leksik mənasını tapmaq lazımdır. Məsələn, ayaqqabı mürəkkəb sözdür, düzdür? Mən ayaqqabı sözünün leksik mənasını izah etməklə, leksik mənasını izah etmək üçün ayaqqabı sözünü, həmin ayaqqabı sözünü hissələrə ayıracam. Ayaq, bir də qab. Hissələrə ayırdım, ayırdım. İndi onu hissələrə ayırandan sonra həmin mürəkkəb sözü. Onun hissələrinin mənasını açıram. Ayaq, insanın bədən üzvüdür. Bədən üzvü. Qab isə içərisinə əşya qoyulan bir məfhumdur. Yəni, deməli, ayaq insan bədən üzvüdür. Qab da içərisinə əşya qoyulan bir əşyadır da, düzdür. Fakt biz qabın içərisinə nəsə qoyuruq da həmişə. Deməli, ayağımıza geyindiyimiz qab əslində ayaqqabıymış. Baxın, hissələrə ayırmaqdan mən onun leksik mənasını izah elədim. Yaxud da başqa bir nümunə deyirəm. Deyirəm ki, məsələn, dənizçi. Düzəltmə sözdür. Axı dedik ki, mürəkkəb və düzəltmə sözləri hissələrə ayırıb leksik mənasını tapırıq. Daha çox. Dəniz və çi. Mən bunu hissələrə ayırdım. Düzdür? İndi burada dəniz, təbii ki, çoxlu maye qatı olan geniş bir ərazidir. Yəni, su qatı olan geniş bir ərazidir. Çidə insan anlayışı deməli, yaradan isim düzəldən şəkilçidir. Baxın, dəniz çoxlu su qatı olan ərazidir. Çidə insan anlayışı bildirən isim düzəldən şəkilçidir. Yəni, dənizdə işləyən adama nə deyirlər? Dənizçi. Baxın, çi həm də peşə bildirir də dənizçi. Yəni, dəniz işi ilə, dəniz peşəsi ilə məşğul olan adamdır. Fikir verdiniz, düzəltmə sözü də hissələr ayırıb leksik mənasını izah elədim. Baxın, mürəkkəb və düzəltmə sözlərinin leksik mənasını tapanda çox vaxt həmin mürəkkəb düzəltmə sözləri hissələr ayırırlar və həmin hissələrin mənasını izah edirlər. Fikir verin, ayaqqabı sözü mürəkkəb idi, hissələrə ayırdım, ayağı ayrı yazdım, qabı ayrı yazdım və başladım o hissələrinin mənasını izah eləməyə. Ayaq nədir? Bədən üzvü, qab nədir? İçərisinə əşya qoyulan bir məfhum. Eyni zamanda düzəltmə sözdür. Hissələrə ayırdım. Hissələrə ayırandan sonra hissələrinin mənasını izah elədim. Əslində mən onun leksik mənasını izah edirəm. Yəni düzəltmə və mürəkkəb sözlərin leksik mənasını tapanda hissələrə ayırıb leksik mənasını tapırıq daha çox. Amma hər zaman düzəltmə mürəkkəb sözlərin leksik mənasını tapanda hissələrə ayırırıq. Təbii ki, xeyr. Hər zaman yəni hissələrə ayırıb leksik mənasını tapmırıq. Məsələn, mürəkkəb söz deyək, it burnu. Baxın, bu mürəkkəb sözdür, düzdür? İndi mən bunun hissələrə ayırıb leksik mənasını tapsam, sözün mənası ilə uyğunsuzluq verir. İt burnu biz bilirik ki, dərman, kol bitkisidir və dərman bitkisidir eyni zamanda. İndi, məsələn, it və burun sözü ilə bunun nə əlaqəsi var? Deməli, mən bunu hissələrə ayırıb leksik mənasını izah eləsəm, bunun leksik mənasını düzgün tapmış olmayacam. Deməli, hər mürəkkəb sözü elə hissələrə ayırıb leksik mənasını tapmaq olmur. Mürəkkəb sözlərin çoxsun, düzəltmə və mürəkkəb sözü hissələrə ayırıb leksik mənasını tapırıq. Amma bəziləri var ki, onu hissələrə ayırıb leksik mənasını tapmaq düzgün deyil. Bəs yaxşı deyər, müəllim, onda nə var? Bu it burnu sözünü necə biz leksik mənasını tapır? Necə tapaq? Gördünüz ki, baxın, yaxın mənalı, əks mənalı və düzəltmə mürəkkəb sözləri hissələrə ayırmaqla leksik mənasını tapmaq mümkün deyil. Bilin ki, onun məzmununu izah etməklə leksik mənasını tapmaq olacaq. İt burnu sözündə hissələrə ayırıb leksik mənasını tapa bilmədiyimə görə onun məzmununu izah etməklə leksik mənasını tapacam. Deyirəm ki, məsələn, armudvari, sonra uc tərəfi tükcüklərlə əhatə olunmuş kol bitkisidir, eyni zamanda dərman bitkisidir. Mən onun məzmununu izah elədim də, deməli onun leksik mənasını tapdım. Həm kol bitkisidir, həm dərman bitkisidir. Armudvari olur və uc hissəsi də tükcüklərlə əhatə olunur. Elə mən onun məzmununu izah elədim, deməli onun it burnu sözü mən leksik mənasını tapdım. Bu formada. Yəni sözün leksik mənasını belə, bu formada tapmaq mümkündür. Sonra keçirik sözün qrammatik mənasına. Sözün qrammatik mənası görək nədir?
Sözün qrammatik mənası. Baxın, qrammatik. Sizə bir şey, bir məlumat edeyim, mənası. Bir də yazın bura leksik məna. Leksik məna. Azərbaycan dilində dedik 125 mindən artıq söz var. Bax, bu 125 mindən artıq sözümüz 11 dənə nitq hissəsində cəmləşib. Dilimizdə 11 nitq hissəsi var axı. Hansılardır? İsim, sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, ədat, modal söz və nida. Dilimizdə neçə hissəsi var? 11 nitq hissəsi var. Bu 11 nitq hissəmiz harada cəmləşib? Daha doğrusu dilimizdə 125 mindən artıq söz var. Və bu 125 mindən artıq sözümüz məhz formasına görə bizim bu 11 nitq hissəmizdə cəmləşib. İsim, sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, ədat, modal sözlər, nida. Aydındır? Bu 11 nitq hissəmizdə cəmləşib. İndi bu nitq hissələrimizdən, bu 125 mindən artıq sözümüzdən hansılar ki, isim, sifət, say, əvəzlik, feil və zərfdə cəmləşibsə, 125 mindən artıq sözümüzün hansılar ki, isim, sifət, say, əvəzlik, feil, zərfdə cəmləşibsə, həmin o sözlərin leksik mənası var. Həmin sözlərin leksik mənası var. Yəni, leksik mənası olan sözlər hansı nitq hissələrinə aid olan sözlərin leksik mənası var? İsim, sifət, say, əvəzlik, feil və zərfə aid olan nə qədər söz varsa, onların hamısının leksik mənası var. Amma qoşma, bağlayıcı, ədat, modal sözləri, nidanın leksik mənası yoxdur. İndi sözün qrammatik, bəs hansı sözlərin qrammatik mənası var? 125 mindən artıq sözümüz dedik 11 nitq hissəsində cəmləşib. 11 nitq hissəsində cəmləşən bütün sözlərin hamısının qrammatik mənası var. Yəni 11 nitq hissəsinin 11-nə də daxil olan sözlərin hamısının nəyə var? Qrammatik mənası var. Hamısının qrammatik mənası var. Dilimizdə 125 mindən artıq sözümüzün hamısı 11 nitq hissəsində cəmləşib və həmin sözlərin hamısının qrammatik mənası var. Amma hamısının leksik mənası yox idi. Yalnız isim, sifət, say, əvəzlik, feil, zərfin leksik mənası var idi. Amma digər nitq hissələrimiz isə, yəni 11 nitq hissəmizin hamısının isə qrammatik mənası var. Bu formada. İndi sözün bəs qrammatik mənasını tapmaq nə deməkdir? Sözün qrammatik mənasını tapmaq nə deməkdir? Sözün qrammatik mənasını tapmaq üçün bəzi şərtlər var. Bunları bilmək lazımdır. 1. Sözün hansı nitq hissəsinə aidliyin tapmaq, elə onun qrammatik mənasını tapmaq deməkdir. Söz hansı nitq hissəsinə aiddirsə, elə onun qrammatik mənasını tapmaq deməkdir. Sonra, həmin nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıyır? Sonra 3. Sintaktik vəzifəsi nədir? 4. Həm morfoloji, həm də sintaktik sualı. Yəni, biz bunları tapmaqla, bunların hər hansı birini tapmaqla həmin sözün qrammatik mənasını tapmış oluruq. Baxın, dedik, 11 nitq hissəmizə daxil olan 125 mindən artıq sözümüzün hamısı 11 nitq hissəsinə daxildir. Ona görə hamısının qrammatik mənası var. Baxın, elə birinci şərtə baxın. Söz hansı nitq hissəsinə aidsə, yəni sözün hansı nitq hissəsinə aid olduğunu tapmaq, elə onun qrammatik mənasını tapmaq deməkdir. Yəni, məsələn, dəmir. Sual verərlər, dəmir. Nə dəmir? İsimdir. Yəni, dəmirin isim olduğunu mən tapıramsa, elə onun qrammatik mənasını tapıram. Gözəl, necə? Gözəl, sifətdir. Gözəlin sifət olduğunu tapıramsa, əslində elə gözəl sözün mən qrammatik mənasını tapıram. Yəni, sözün hansı nitq hissəsinə aid olduğunu tapıramsa, elə onun qrammatik mənasını tapıram. Yaxud da, gözəl sözü deyirəm ki, gözəl sözü adi dərəcədədir. Mən onun xüsusiyyətini tapdım. Nitq hissəsi kimi gözəl sifətin xüsusiyyətini tapdım.
onun hansı nitq hissəsinə aid xüsusiyyətlərin daşımasını tapıramsa, elə onun mən qrammatik mənasını tapıram. Məsələn, gözəl sözü sifətdir və adi dərəcədədir. Baxın, sifət olduğunu, hansı nitq hissəsi olduğunu dedim və həmin nitq hissəsi kimi hansı xüsusiyyəti daşıyır, adi dərəcədə olduğunu. Elə mən onu tapıramsa, onun qrammatik mənasını tapıram. Yaxud da gözəl sözü cümlədə təyin olur. Sözün hansı sintaktik vəzifəni, sintaktik vəzifə deyəndə cümlə üzvü kimi nəzərdə tutulur. Cümlə üzvləri, mübtəda xəbər, bunlar nəzərdə tutulur. Mübtəda xəbər tamamlıq təyin zərflik. Gözəl sözün təyin olduğunu tapıramsa, elə mən gözəl sözün qrammatik mənasını tapıram. Yaxud da hansı suala cavab verməni tapıramsa, həm nitq hissəsi kimi deyəndə morfoloji sual nəzərdə tutulur. Həm nitq hissəsi kimi, həm də cümlə üzvü kimi. Cümlə üzvü kimi sintaktik sual deyəndə, yəni cümlə üzvü kimi sual nəzərdə tutulur. Yəni nitq hissəsi kimi hansı suala cavab verir? Onda morfoloji sual nəzərdə tutulur. Cümlə üzvü kimi hansı suala cavab verir? Onda da sintaktik sual nəzərdə tutulur. İndi gözəl sözü həm nitq hissəsi kimi necə sualına cavab verir, həm də cümlə üzvü kimi necə sualına cavab verir. Deməli, sözlər həm morfoloji, həm də üzr istəyirəm. Deməli, gözəl sözü həm morfoloji sualını tapdım, necə sualına cavab, həm də sintaktik sualını tapdım. Deməli, mən onun suallarını tapıramsa, əslində onu mən qrammatik mənasını tapıram. Qısa konkret, sözün hansı nitq hissəsinə aid olduğunu tapıramsa, elə həmin sözün qrammatik mənasını tapıram. Və ya, həmin nitq hissəsi kimi, həmin nitq hissəsinin hansı xüsusiyyətini daşıyırsa, onu tapıramsa, elə onun qrammatik mənasını tapıram. Məsələn, dəmir sözü isimdir də, düzdür. Yəni, nitq hissəsi kimi isim olduğunu tapdım, elə onun qrammatik mənasını tapıram. Eyni zamanda, məsələn, isimdir, konkret isim olduğunu tapıram, elə onun qrammatik mənasını tapıram. Ümumi isim olduğunu tapıram, dəmir sözünün, onun qrammatik mənasını tapıram. Adlıq halda olduğunu deyirəm, elə onun qrammatik mənasını tapıram. Sonra təkdə olduğunu deyirəm, onun qrammatik mənasını tapıram. Yəni, həmin nitq hissəsi kimi hansı xüsusiyyətin daşıyır, onu tapmaq da onun qrammatik mənasını tapmaq deməkdir. Və eyni zamanda mən sözün hansı cümlə üzvü olduğunu tapıramsa, elə onun qrammatik mənasını tapıram. Məsələn, gözəl necə sualına cavab verib, verdiyinə görə təyindir. Təyin olduğunu tapıramsa, elə onun mən qrammatik mənasını tapıram. Yaxud da dəmir nə sualına cavab verib, cümlə üzvü mübtədadır, mübtəda olduğunu tapıramsa, elə onun qrammatik mənasını tapıram. Həm nitq hissəsi kimi, həm də sintaktik sualını tapıramsa, elə onun qrammatik mənasını tapıram. Yəni, sözün qrammatik mənasının tapılması da, baxın, bu formada olur. Yadda saxlayın, Azərbaycan dilində 125 mindən artıq söz var. 125 mindən artıq sözün hər birinin qrammatik mənası var. Eyni zamanda dilimizdəki şəkilçilərin də hər birinin qrammatik mənası var. Qarşımıza o qədər şəkilçi çıxır ki, məsələn, larilər, çığçı, nə bilim, dadə. Bunların hər birinin qrammatik mənası var. Dərs müəllim, məsələn, necə bunu müəyyən elədik ki, bunların qrammatik mənası var? Baxın, sözün hansı nitq hissəsinə aidliyi mən tapıram da, düzdür? Yəni, sözün qrammatik mənası deyəndə, söz hansı nitq hissəsinə aiddirsə, yəni mən onu tapıramsa, elə onun qrammatik mənasını tapıram da. Nümunələr indi göstərdim. Dedim ki, dəmir, məsələn, nitq hissəsi kimi isimdir. Yəni, dəmir isim, nitq hissəsi kimi isimə aiddir. Dəmirin isimə aid olduğunu tapdım, yəni isim olduğunu tapdım. Əslində, mən dəmir sözünün qrammatik mənasını tapdım. Yəni, söz hansı nitq hissəsinə aiddirsə, elə onun qrammatik mənası deməkdir. Necə sözlər hərəsi 11 nitq hissəsinin 11-nə də aid olur? Dedik, axı, 125 min artıq sözümüz hamısı 11 nitq hissəmizdə cəmləşib. Deməli, 11 nitq hissəmizdə cəmləşibsə 125 min artıq sözümüz. Onda 11 nitq hissəmizə daxil olan sözlərin hər birinin qrammatik mənası var, düzdür? Necə 125 min artıq sözümüzün hər biri bir nitq hissəsində cəmləşibsə, eyni ilə dilimizdəki şəkilçilərin hər biri də bir nitq hissəsində aiddir. Məsələn, larilər isimə aiddir də. Deməli, bunun hansı hər hansı bir nitq hissəsinə aidliyi var? Deməli, onun qrammatik mənası var. Çığçı isimə aiddir, dadə isimə aiddir. Deməli, bunlar şəkilçilər də hərəsi bir nitq hissəsində cəmləşdiyinə görə onların da qrammatik mənası var. Sonra keçdik sözün həqiqi və məcazi mənası. Sözün
həqiqi, bir də məcazi mənası. Məcazi mənası. Sözün həqiqi və məcazi mənası. Sözün ilkin, əsas, dominant, müstəqim. Sözün ilkin, əsas, dominant, müstəqim mənası elə onun həqiqi mənası deməkdir. Yəni, biz sözün ilkin mənasını tapırıq. Sözün ilkin mənasının tapılması elə onun həqiqi mənasının tapılması deməkdir. Sözün əsas, müstəqim, dominant mənalarının tapılması elə onun həqiqi mənasının tapılması deməkdir. Yəni, bizdən soruşsaq ki, sözün əsas mənasını tap, yəni deyir ki, həqiqi mənasını tap. İlkin mənasını tap, yəni həqiqi mənasını tap. Dominant, müstəqim mənasını tap, yəni həqiqi mənasını tap. Bunlar eyni anlayışlardır hamısı. Həqiqi, ilkin, əsas, dominant, müstəqim məna. Bunlar hamısı eyni anlayışdır, yəni həqiqi məna nəzərdə tutulur bunlar deyəndə. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Məsələn, ağız deyəndə ilkin bizim beynimizə gələn insanın ağzıdır. Düzdür, ilkin, əsas məna. Ağız deyəndə, baxın, bizim qarşımıza variantlar qoyur. İnsanın ağzı nəzərdə tutulur, quyunun ağzı, qapının ağzı, pəncərənin ağzı. Bunlardan hansı nəzərdə tutulur ağız deyəndə? İlkin, əsas mənası bunlardan hansıdır? Qapının ağzıdır, pəncərənin ağzıdır, insanın ağzıdır, quyunun ağzıdır. Təbii ki, insanın ağzı. Deməli, sözün ilkin mənası onun hansı mənasıymış? Onun həqiqi mənasıymış. Bəli, ilkin məna budur. Yaxud da başqa nümunə deyirəm. Baxın, deyirəm qol. Qol deyəndə ilkin nəyi başa düşürük biz? İnsanın qolun, çayın qolun, yaxud da küçənin qolu nəyə başa düşürük? Təbii ki, insanın qolu nəzərdə tutulur. Yəni, ilkin hansı məna başa düşürürsə, onun həqiqi mənasıdır, əsas mənasıdır, dominant mənasıdır. Baxın, elə əsas mənada hər şey aydınlaşır. Əsas məna, yəni ağız sözünün əsas mənası nədir? Məsələn, insanın ağzıdır, qapının ağzıdır, quyunun ağzıdır, nədir? Təbii ki, əsas məna burada insanın ağzıdır da. Deməli, orada insanın ağzı həqiqi mənadadır. Yəni, ilkin, əsas, dominant, müstəqim məna onun həqiqi mənasıdır. Məcazi məna isə sonradan törəyən mənadır. Törəyən məna. Sonradan törəyir. Necə törəyir? Bənzətmə yolu ilə. Bənzətmə yolu ilə törəyir. Məsələn, deyirəm ağız, məsələn, insanın ağzı. Düzdür. Sonra deyirəm, məsələn, qapının ağzı. Ağzı. Sonra deyirəm, məsələn, pəncərənin ağzı. Aha. Yəni, ağız deyəndə bunlar nəzərdə tutulur da, düzdür. İndi, baxın, bunların içərisində əsas məna olan ilkin məna hansıdır? Təbii ki, insanın ağzı. Deməli, burada insanın ağzındakı ağız sözü həqiqi mənadır. Həqiqi. Amma məcazi isə sonradan törəyir. Necə törəyir? Bənzətmə yolundan. Deyərsən, müəllim, necə bənzətmə yolundan? Baxın, məsələn, qapının ağzındakı ağız sözü və pəncərənin ağzındakı ağız sonradan törəyib. Bənzətmə yolundan. Nəyə bənzədilib? İnsanın ağzındakı ağıza bənzədilməklə sonradan törəyib. Necə? Baxın, insanın bədən üzvünün qəbul edən hissəsi haradır? İnsanın ağzı. İnsan yeməkdə, çayda, suyda, hamısını ağzı ilə qəbul edir. Düzdür? Deməli, insanın bədən üzvünün qəbul edən hissəsi insanın ağzıdır. Bənzədiblər ona. Qapının da qəbul edən hissəsinə deyiblər qapının ağzı. İnsanlar otağa hardan daxil olur? Qapının ağzından da, düzdür? Pəncərənin də qəbul edən hissəsinə deyirlər pəncərənin ağzı. Yəni, bənzətmə yolu ilə yarar. Deməli, məcazi məna onunla bağlı olan həqiqi mənaya bənzədilir və beləliklə yaranır. Sonradan törəyən məna deyəndə məhz bu nəzərdə tutulur. Məcazi məna nəzərdə tutulur. O da bənzətmə yoluna yaranır. Baxın, məcazi məna tapmağın rahat bir variantını deyim. Əgər söhbət, anlayışın özündən getmirsə, deməli, həmin söz məcazidir. Amma əgər söhbət, anlayışın özündən
gedirsə, deməli burada həmin söz artıq həqiqidir. Yəni həqiqi məcazini tapmağın rahat variantlarından biri də budur. Baxın. İnsanın ağzı deyəndə, burada indi ağız sözünə fikir verən gəlin hər birimiz. İnsanın ağzı deyəndə söhbət insanın həqiqətən söhbət ağzın özündən gedir də. Yəni həqiqətən insanın ağzı var da, düzdür. Söhbət ağzın özündən getdiyinə görə insanın ağzındakı ağız sözü həqiqi mənadadır. Yəni söhbət anlayışın özündən gedib də. Söhbət anlayışın özündən getdiyinə görə orada ağız sözü həqiqi mənadadır. Amma qapının ağzı deyəndə söhbət ağızdan gedir. Yəni qapının ağzı olur ki, olmur. Deməli, qapının ağzı deyəndə orada qapının girəcəyi nəzərdə tutulub. Deməli, söhbət ağzın özündən getmir. Yəni, ağız anlayışından getmir söhbət. Söhbət anlayışının özündən getmədiyini görə artıq orada ağız sözü, qapının ağzındakı ağız sözü məcazi mənadadır. Yaxud da pəncərənin ağzı deyəndə söhbət ağız anlayışının özündən gedir. Ağızdan gedir söhbət. Təbii ki, xeyr. Pəncərənin girəcəyindən gedir. Deməli, orada da söhbət anlayışının özündən getmədiyinə görə o da məcazidir. Məcazi. Ağız sözü məcazidir. Məsələn, amma insanın ağzında söhbət insanın özündən gedir. Təbii ki, həqiqidir. Qapının ağzında söhbət qapının özündən gedir. Bəli, qapının özündən gedir. Bu da həqiqidir. Sonra pəncərənin ağzında söhbət pəncərənin özündən gedir. Bəli, o da həqiqidir ona görə. Deməli, söhbət anlayışının özündən gedirsə həqiqi məna, söhbət anlayışının özündən getmirsə, həmin söz məcazi mənadadır. Məsələn, bizə sual verər. Deyər ki, günəş, məsələn, göydəki günəş gülür və götürər, günəşin üzərindən bir rəqəm qoyar. Deyər ki, həmin bu söz məcazi mənadadır. Xeyr, günəş burada həqiqi mənadadır. Söhbət günəşin özündən gedir də, günəş həqiqidir. Amma orada gülür məcazidir. Çünki burada günəş gülür deyəndə söhbət gülməyin özündən getmir. Yəni anlayışın özündən söhbət getmədiyini görə artıq gülür söz orada məcazi mənadadır. Yaxud da bulud ağlayır deyirəm. Bulud ağlayır ifadəsində, baxın, söhbət buludun özündən getdiyinə görə bulud həqiqidir. Yəni söhbət anlayışın özündən gedir. Buludun özündən gedir də söhbət. Həqiqidir. Amma söhbət ağlayırın özündən getmir. Yəni söhbət ağlamaqdan gedir burada. Bulud ağlaya bilir, təbii ki, xeyr. Söhbət anlayışın ağlayırın özündən getmədiyinə görə, yəni anlayışın özündən getmədiyinə görə ağlayır söz orada məcazidir. Məcazi. İndi məcazi məna daha çox bədii üslubda işlənir. Yəni bədii üslub deyəndə əsərlər nəzərdə tutulur. Yəni əsərlərə daxil olurlar. Şeirlər, nağıllar, romanlar. Məcazi məna daha çox bədii üslubda işlənir. Bədii üslub. Və eyni zamanda ən çox məcazi məna olan nitq hissəsi isimdir, sifətdir və feildir. Ən çox bu üç nitq hissəmiz məcazi mənada işlənir. Bunların içərisindən də ən çox məcazi mənada olanı feildir. Yəni daha çox feillər məcazi olur. Feillərin içərisində də daha çox məcazi olanı bir hecalı feillərdir. Deməli, ən çox məcazi məna olan nitq hissəmiz isim, sifət, feildir. İsim, sifət, feilin içərisində daha çox məcazi olanı feildir. Feillərin içərisində də daha çox məcazi olanı bir hecalı feillərdir. Və daha çox məcazi məna bədii üslubda işlənir. Bədii üslubda işlənir daha çox. Sonra keçdik tək mənalı və çox mənalı sözlərimizə. Dərs olaraq tək mənalı, çox mənalı sözlərimiz bugünlük dərsimiz üçün sonuncu izah olacaq. Tək mənalı və çox mənalı sözlərimizə keçirik. Deməli, tək mənalı söz. Tək mənalı. O deməkdir ki, əgər sözün yalnız bir leksik mənası varsa, deməli həmin söz tək mənalı sözdür. Gördünüz ki, sözün bir dənə leksik mənası var. Deməli, qutardı. Həmin söz tək mənalı sözdür. Bir leksik mənası varsa. Məsələn, mən stəkan deyirəm. Stəkan. Bunun yalnız bir leksik mənası var da. Məsələn, çay içdiyimiz stəkanda normal, düzdür. Stəkan deyirəm, bunun bir, yaxud da böyürtkən. Böyürtkən deyəndə yalnız bir məfhum nəzərdə tutulur. Deməli, bu da tək mənalıdır. Sözün bir dənə leksik mənası varsa, bu tək mənalıdır.
Çox mənalı sözləri isə əslində keçdik bunu. Çox mənalı söz. Çox mənalı sözlərin tərifi belədir. Eyni leksik məna ilə bağlı məcazi mənalı ifadələrdir çox mənalı sözlər. Əslində biz çox mənalı sözləri nə vaxt keçdik? Elə məcazi mənanı keçəndə keçdik. Niyə? Çünki bütün çox mənalı sözlərin hamısı məcazi mənada olur. Bütün məcazi mənalı sözlərin də hamısı çox mənalıdır. Bayaqki nümunələri burada çəkəcəm. Eyni mənadır çünki. Yaxud da başqa bir şey deyim, yaxşı. Deyirəm ki, insanın ayağı, sonra kəndin ayağı, sonra küçənin ayağı, çox mənalı, baxın, çox mənalı sözlər yenə deyirəm, bütün məcazi mənalı sözlər çox mənalıdır. Bütün çox mənalarında hamısı məcazidir. Yəni mən məcazi mənanı tapanda əslində çox mənalı tapıram, çox mənalı tapanda əslində məcazini tapıram. Baxın, insanın ayağındakı ayaq sözü, kəndin ayağındakı ayaq artıq məcazi mənada işləndirsə deməli o çox mənalı sözdür. Baxın, çox mənalılar da necə məcazi mənalılar bədi üslubda olurdularsa, çox mənalılar da bədi üslubda işlənir. Necə məcazi mənalı sözlər daha çox isim, sifət və feillər daha çox məcazi olurdusa, eyni ilə çox mənalılarda da daha çox mənalı olanlar isim, sifət və feildir. Necə isim, sifət, feilin içərisində daha çox feillər məcazi idisə, eyni ilə isim, sifət, feillərin içərisində daha çox mənalı olanlar yenə də feillərdir. Necə feillərin içərisində təkecallar daha çox məcazi olursa, eyni zamanda feillərin içərisində daha çox mənalılar yenə də təkecallı feillər olacaq. Yəni, məcazi mənada nə deyirəmsə, hamısı çox mənalıya aiddir. Çox mənalıdadır, nə deyəcəmsə, hamısı məcaziyə aiddir. Çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Yəni, həqiqi mənada olan söz, məsələn, ayaq sözü çox mənalıdır, düzdür. Həqiqi mənada ayaq sözü nitq hissəsi kimi nədir? İsimdir də. Həqiqi mənada söz hansı nitq hissəsidirsə, məcazdə də mütləq həmin nitq hissəsi olacaq. Məsələn, insanın ayağındakı ayaq isimdir. Ona görə kəndin ayağındakı ayaq da isim olacaq, küçənin ayağındakı ayaq da isim olacaq. Belə. Aha. Daha sonra deməli testlərə 1-2 testə nəzər salaq indi. Dövlət İmtahan Mərkəzi 2023-cü il test toplusu. Dövlət İmtahan Mərkəzi deyəcəm. Testlərin bəzilərinə nəzər salaq. Deyirik ki, sözlərin birinin leksik mənası düzgün izah olunmamışdır. Sözlərin birinin leksik mənası düzgün izah olunmayıb. Riyakar ikiyüzlü və hiləgər deməkdir. Bu doğrudur. Ümman, böyük dəniz, okean deməkdir. Doğru. Nikbin, kədərli və dərdli deməkdir. Bu yanlışdır. Baxın. Nikbin, sevincli, həyata xoşbaxan deməkdir. Kədərli, dərdli demək deyil. Ona görə yanlış olan C bəndidir. Burada nikbin sözü fars mənşəli sözdür. Nik burada yaxşı deməkdir. Bində görmək deməkdir. Yəni həyatı yaxşı görən. O mənadadır. Kədərli, dərdli demək deyil. Kədərli, dərdli bədbin sözüdür. Bədbin. Yəni bəd pis deməkdir. Bində görmək. Yəni pis görən də kədərli. Yəni düzgün izah olunmayıb nikbin sözü. Nikbin sözü sevincli, həyatı xoşbaxan deməkdir. Amma burada deyir kədərli, dərdli deməkdir. Xəzan payızda yarpaqların tökülməsi. Doğrudur. Nəfəsli pəncərən balaca gözü. Bu da doğrudur. 2. Sözlərin birinin leksik mənası düzgün izah olunmamışdır. İlxi ad toplusu deməkdir. Doğrudur bu. Liman bitki növüdür. Bu yanlışdır. Limondur bitki növü. Liman bildiyimiz limanlardır da. Yəni hava limanı var.
Gəmi limanı var, belə. Yəni yanlış izah olunan B bəndidir. Aforizm yığcam və dolu mənəvi ifadə doğru, lətafət incəlik zəriflikdir doğru, mətin davamlı düzümlü doğru. 3. Biri gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Bəli. Burada söhbət mayakdan gedir. Gəmilərin düz yolla hərəkətini tənzimləyən işarə mayakdır burada. Aha. Mayakdır. Bürc müşahidə yerdir, yəni qalada müşahidə yerdir. Eyni zamanda türbə məzarın üzərində ucaldılan abidədir. Sonra Sərdaba yeraltı qəbirdir. Kurqan ağacdan, daşdan, torpaqdan hazırlanmış süni təpədir. Bu formada. Sonra mayak isə gəmilərin düz yolla hərəkətini tənzimləyən işarə B bəndi. Biri meşədə kiçik açıq sahə mənasındadır. Baxın, yarmada 3 tərəfi su ilə, bir tərəfi quru ilə əhatə olunmuş ərazidir. Yamaz dağın yamazda ətəyi mənasında, göl bilir ki, dənizlərə çıxıntısı olmayan su sahəsidir. Ada 4 tərəfi su ilə əhatə olunan quru sahədir. Tala isə meşədə kiçik açıq sahədir. B bəndi. Belə bu formada. Sonra birinin leksik mənası yoxdur. Yadda saxlamaq lazımdır ki, bayaq izahatda dedim ki, bütün əsas nitq hissələrin leksik mənası var. Yəni köməkçi hissələrin və şəkil hissələrin leksik mənası yoxdur. Gördünüz ki, söz suala cavab vermirsə, deməli onun leksik mənası yoxdur. Baxın, kitab nə sualına cavab verir? Leksik mənası var. Həyat nə sualına cavab verir? Leksik mənası var. B bəndi getdi. C bəndində. Cəld necə, görkəm necə sualına cavab verir, leksik mənası var. D bəndində dəniz nə sualına cavab verir, leksik mənası var. E bəndində dünya nə sualına cavab verdi, səma nə sualına cavab verdi, leksik mənası var. Amma A bəndində axı, kaş, dək bunlar isə suala cavab vermir, ona görə həmin sözdən leksik mənası yoxdur. Yəni sözün leksik mənasının olmamanı elə də tapa bilərsiniz. Axı, kaş, dək bunlar köməkçi hissələr olduğuna görə onların leksik mənaları yoxdur. Sonra digər bir nümunəyə baxalım. Aha, bu bir tərəfdən baxalım. Mülahizə sözünün leksik mənası ilə bağlı səhv fikir tapaq. Mülahizə sinonimi mübahisə sözdür. Xeyr, mülahizə fikir deməkdir. Mübahisə isə iki insanın bir-birindən söhbətləşməsi, bəhs mənasındadır. Yəni bunlar sinonimi o deyil. Fərziyyə sözü ilə sinonimdir. Bəli, mülahizə də irəli sürülən fikirdir. Mülahizə də irəli sürülən fikirdir. Fərziyyə də bununla bağlı öz mülahizələrinizi deyək. Bəli, fərziyyə də irəli sürülən fikirdir. Bəli, bu doğrudur. B doğrudur. Leksik mənasına görə irəli sürülən fikir deməkdir. Doğrudur. Amonimlik yarada bilmir. Doğrudur. Tək məna sözü doğrudur. Hamısı doğrudur. Bir dənə sinonimi, mübahisə sözü bu yanlışdır. Cavabımız ona görə A bəndidir. Yəni səhv istəyir bizdən. Yaxud da 14-cü suala baxaq. Məxfi sözü ilə bağlı səhvi müəyyən edin. Məxfi gizli deməkdir. İnşallah gizli deməkdir məxfi. Xəlvət də gizli deməkdir. Yəni sözün səhvi tapaq. Xəlvət sözünün antonimidir, səhvdir. Çünki məxfi də gizli deməkdir. Xəlvət də gizli deməkdir. Antonimlər bir-birinə əksi olan sözlərdir. Amma bunlar eyni mənanı verir. Məxfi də gizlidir, xəlvət də gizlidir. Deməli bunlar antonim deyil. Bunlar bir-birinə sinonimdir. Antonim deyil. Yəni səhv olan A bəndidir. Gizli söz ilə sinonimlik yaratır, doğrudur. Amonimlik yaratmır, doğru. Leksik və qrammatik mənası var. Bəli, hansı söz suala cavab verirsə, onun həm leksik mənası var, həm qrammatik mənası. Məsələn, məxfi necə sualına cavab verdi, həm leksik və həm qrammatik mənası var. Ümumişlək sözdür. Bəli, hamı işlədir, ümumişlək sözdür. Cavabımız A bəndi. Sonra mühakimə sözünün, indi 20 silogizmi də izah edəcəm və onunla da yekunlaşdıracaq. Mükalimə sözünün leksik mənası ilə bağlı doğru fikirləri. Mükalimə iki şəxs arasındakı söhbətdir. Mükalimə sözü kəlam sözündəndir. Uşaqlar, kəlam. Yəni onun kəlamını dinlədim deyir. Yəni mükalimə kəlam deməkdir. Mükalimə iki şəxs arasında söhbət deməkdir. Mükalimə o deməkdir. Malikanə, iki şəxs arasında əməkdaşlıq o deyil. Münaqişə o deyil. İncəlik, zərflik deyil. Burada iki şəxs arasında söhbət deməkdir mükalimə.
Aha. Gəldik 25-ci suala. Sillogizm. Mikrofon bağlayar zəhmət olmasa. Kiminsə mikrofonu açıqdır. Aha. Sillogizm. Baxın, sillogizm sözünün mənası əqli nəticə deməkdir. Əqli nəticə. Elə bil necə olur burada? Əqli nəticə. 2 dənə hökm verir gördüyümüz kimi. Baxın 2 hökm verib. 2 hökm olur. Və 2 hökmə əsasən bir dənə də nəticəmiz olur. Məsələn, necə olur? 2 hökmü sualı özləri verirlər. Məsələn, deyir ki, Əli Azərin oğludur. Burada yazım. Deməli, sillogizmdə 2 hökm verilir. 2 hökm verilir. Və o 2 hökmlə bağlı bir dənə nəticə verir. Yadda salmaq lazımdır. Məsələn, 2 hökmdə deyir. Birinci hökmdə deyir ki, Əli Azərin oğludur. İkinci hökmdə deyir ki, Vəli də Azərin oğludur. Oğludur. Deyir indi, bax, elə bir sualı, bu 2 sualı hökmləri özləri verirlər. Deyir, o 2 hökmə əsasən nəticəni özün tap. Bax, belədir, loru forması belədir. Əli Azərin oğludur, Vəli də Azərin oğludur. İndi bu 2 hökmə əsasən nəticə nə olacaq? Təbii ki, Əli ilə Vəli qardaşdır. Bu 2 hökmdən çıxardığım nəticə budur. Əli Azərin oğludur, Vəli də Azərin oğludursa, demə onda belə çıxır ki, Əli ilə Vəli qardaşdır. Bu sillogizm bu deməkdir. Yəni, buradan çıxardığım əqli nəticə budur. Baxın, birinci hökmdə deyir ki, leksik mənası olan sözün qrammatik mənası var. Sonra ikinci hökmdə deyir ki, vətən sözünün leksik mənası var. Onda belə çıxır ki, vətən sözünün qrammatik mənası da var da. Çünki demir, leksik mənası olan sözün qrammatik mənası var. Vətən sözündə leksik mənası olduğuna görə deməli, vətən sözünün həm də qrammatik mənası var. Cavabımız vətən sözünün qrammatik mənası var. D bəndi. Bu formada tapırıq. Sonra digər test nümunələrinə baxaq. 29-cu sualda deyir, bir vaxtı ilə əhali tərəfindən seçilən kəndi inzibati işlərini idarə edən mənasında işlənib. Təbii ki, burada kətda sözüdür. Kətda sözü kəndi inzibati işlərini idarə edən adamdır. Sonra növbəti suala baxaq. Məsələn, 44-cü suala baxaq. İstehsa sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi tapaq. Antonimi yoxdur. Aha. Könəlmiş sözdür. Səhv elə burada könəlmiş sözün olmağıdır. Çünki istehsa sözü könəlmiş söz deyil. Antonimi yoxdur. Doğrudur. Sinonimi rişxantdir. Bəli. İstehsa rişxant bir nə deməkdir? Lağlağa itmək o mənada. Tək mənası sözdür. Bəli, amma onun kimi işlənə bilmir. Doğru. Səhv burada könəlmiş söz olmağıdır. B bəndi. Sonra məsələn sualların birində deyir ki, hansı sözün mənası düzgün göstərilməyib? Təcavüzkar, qəsbkar deməkdir. Doğru. Başqasının torpağını gözləyən. Doğru. Turizm, istirahət və tanışlıq məqsədi ilə edilən səyahətdir. Doğru. Tərənnüm həm müsbət, həm də mənfi cəhətlər göstərmək. Baxın, tərənnümdə yalnız müsbət cəhətlər olur, mənfi cəhətlər olmur. Ona görə səhv olan C bəndidir. Ötəri səthidir, gözlüdür. Ötür səbəb məqsəd qoşmasıdır. Doğru. Üçün qoşmasının sinonimidir. Doğru. Sonra hansı bənddə? Hansı bənddə? Təəssürat sözünün leksik mənası düzgün göstərilmişdir. Təəssürat əşya və hadisələrin insan şuurunda buraxdığı izdir. D bəndidir burada cavab. D bənd.